Ümumiyyətlə sözü mən İsa bəy Sadıqov verirəm, polkovnik İsa Sadıqov. Buyurun. Salamlayıram yeni seçilmiş millət vəkillərini. Xoş gördünüz dostlar. Sizləri təbrik edirəm. Və biz çalışmalıyıq ki, gələn seçkilərdə sıralarımız daha geniş olsun və Azərbaycan Xalq Parlamenti hər an ölkədə baş verən, xüsusən də indi bu durumda, siz bilirsiniz ki, biz, ölkəmiz, xalqımız hansı təhlükələrlə üz-üzədir. O təhlükələr yaransa, bu parlament, Azərbaycan Xalq Parlamenti o məsuliyyəti öz üzərinə götürməyə hazır olmalıdır. Bu biri. İkincisi də, uzun illərdir xalqımız, dövlətimiz təhlükələrlə üz-üzə, yoxsul bir vəziyyətdə, ağır, dözülməz bir durumdadır. Biz bu fəaliyyətimizi, Azərbaycan Xalq Parlamenti sıralarımızı genişləndirərək, biz bu xalqımızı, dövlətimizi bu rejimdən mütləq xilas etməliyik. Bizim əsas hədəf və məqsədlərimiz bu olmalıdır, əziz həmvətənlər. Bu rejim iş başında olaraq o təhlükələr necə var idi, elə də qalacaq. Xalq ağır, dözülməz durumda necə var idi, elə də qalacaq. Aramızda fikir ayrılığı ola bilər. Amma bunu, bax, bu ekranlardan xalqın qarşısında yox. Xalq görməlidir, xalq inanmalıdır. Bu xalqın o son ümidini biz mütləq doğrultmalıyıq. Və yenə də təkrarım, bizim əsas məqsədimiz xalqımızı, dövlətimizi bu murdar rejimindən xilas etməkdir. Çox sağ olun və hamımıza uğurlar arzulayıram. Əminəm ki, biz öz məqsədlərimizə mütləq çatacağıq. Bayaq dostumuz dedi, bizim qazi dostumuz. Orduda bizim qazilərimiz dözülməz durumda. Tez-tez təkrar edirik, deyirik ki, Qarabağ azad olunubdur. Necə azad olunubdur? Ümumiyyətlə, Azərbaycan azaddırmı? Əgər 80-dən çox qazi özünə od vuraraq öz həyatını, yəni özlərinə od vuraraq özlərini yandırıblar. Bunlar hamısı qəbul edilməzdir və dözülməzdir. Sağ olun, yenə də uğurlar arzulayıram və sizləri təbrik edirəm.